Başqa bir qurulmuş çirkin oyun. Bugün ayın 14-ü, 14 oktyabr 2025-ci il. Bugün yenə həyasızcasına mənə Daxili İşlər Nazirliyindən məktub güya ki ünvanlanıb. Deməli, qurulmuş çirkin oyunların əsas hissəsi bundan ibarət ki, Yüksək Xidmətin əməkdaşları ilə banditizmin təxribatçı dövlət əleyhinə formalaşmış cinayətkar dəstə üzvləri Yüksək Xidmətinin əməkdaşlarına, şöbə rəisinə küllü miqdarda rüşvət verərək, həmin rüşvətin nəticəsində mənim izahatlarımı və mənim şikayət ərizələrimi qeydə almırdılar. Qeydiyyata qətiyyən alınmırdı və nə nazirliyə, nə də ki, cənab nazirə məruzə olunmurdu. Son dəfə mənim müraciətim Allah bibəkdir 2024-cü ildə olub. Sadəcə olaraq bu cinayətkar dəstə və dəstə üzvləri havadarları ilə bir yerdə hər dəfəsində çirkin iz itirmək məqsədli oyun qurduqda, oyunları baş tutmayanda bundan əvvəlki qurduqları çirkin oyunun izini itirməyə çalışırlar. Buna aiddir atifət, TikTokda mənlə tanış olmaq, buna aiddir Dövlət Təhlükəsizlik Xidmətinin Vahabi əməkdaşının rüşvət planları, manipulyasiya planları və s. ilə axır. Şahidlərim heç bir halda nə cənab nazir general polkovnik Vilayət Eyvazova, nə də ki general mayor Əbülfət Rızayevə məruzə olunmur. Tam əksinə bir müddət bundan əvvəl məni qəsdən Rəsulzadə qəsəbəsinə yerləşdirilmişdilər. Bunda da xüsusi xidmət orqanının Vahabi əməkdaşının böyük bir rolu, əvəzsiz bir rolu var idi. Bu cinayətkar dəstə üzvlərinin əsas üzvü Pərviz adında şəxsdir, Targov istiqamətində küçalveri ilə məşğuldur. Hansı ki öz növbəsində bizim dəyərli Mehriban xanımız, əzizimiz Mehriban xanımın ailəsinə və ailə üzvünə də ləkə və şər böhtan atmaq məqsədi ilə onun ailə üzvünü bir transgenderlə, transseksualın yaxın nə bilim dırnaq ustası kimi qələmə verən bir çirkin oyunda qurmuşdular ki və digər qurulan çirkin oyunlardır ki, Mehriban xanımın ailəsi, prezidentin ailəsi təhqir olunsun deyə xarici vətəndaşların əli ilə də virtual səviyyədə belə bir təhqirlər də baş verirdi. Bu şəxslər Azərbaycan dövlətinin bir mənalı düşmənləridirlər. Mən hesab edirəm ki, bu bir darbə əməliyyatı idi Azərbaycan dövlətinə qarşı. Bir qrup ailələr birləşərək Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı qurduqları çirkin oyunlar idi. Cinayətkar dəstə üzvləri və bandası çox böyükdür. Hətta gedib çıxır Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyində polkovnik vəzifəsində əyləşən baş əməliyyatçı İbrahimin atasıdır və bu çirkin oyunların arxasında duran şəxs də məhz odur. Və bu çirkin oyunları qurmaqdan öz cinayətlərinin yalançı və qondarma Baş Kibercinayətçi Mübarizə İdarəsinin yaradılmağında əsas səbəb də öz cinayətlərinin, belə deyək də, narkotik dövriyyəsinin küllü miqdarda Azərbaycana gətirilib satılmasının üzə çıxmamağı idi, ifşa olunmamağı idi. Digər əsas məsələ Kapital Bank dələduzluğunun dəsti xətti ilə bu şəxslərin satdırdıqları pnevmatik, travmatik silahlar idi. Və öz növbəsində necə ki Kapital Bank dələduzluğunu həyata keçirdilər, bu şəxslər yalançı və qondarma İranlılarla, xarici vətəndaşlarla əlbir olaraq Azərbaycanda kütləvi narkotik dövriyyəsində həyata keçirirdilər. Cinayətkar dəstə üzvləri bir çoxları vəzifəli şəxslərin övladlarından ibarətdir. Məhz bu vəzifəli şəxslərdən biri cənab nazir general polkovnik Vilayət Eyvazovun müavinidir, polkovnik vəzifəsindədir, homoseksualdır, psixopatın biridir. Digəri NZ zavodunun direktorudur, vəzifəli şəxslərdən. Bu şəxslərin narkotik dövriyyəsinin havadarı və birbaşa olaraq əlbir olan şəxslər prokurorluqda, Azərbaycan Respublikası Baş Prokurorluğu səviyyəsində Yusif adında şəxsin həyat yoldaşının qardaşıdır. Şahidlərə təbii ki, baxılmayacaq. Çox əfsuslar olsun ki, Yüksək Xidmətinin rüşvətxor əməkdaşları da qondarma e-polis tətbiqi vasitəsilə mənim şahidlərimin məruzə olunmamağına görə və əllərindən gələn hər şey elədilər ki, mənim şahidlərimə heç kim baxmasın və baxılmır da hələ də. Bu adamların mövqeləri çox bəsitdir əslində, çox sadədir. Mövqe bundan ibarət ki, Azərbaycan xalqını daxilən dağıtmaq istəyirdilər, Azərbaycan təhsilini çöktürmək istəyirdilər, vətəndaş məlumatlarının satışını həyata keçirməklə Azərbaycan ailələrini dağıtmaq, Azərbaycan təhsilini aşağı səviyyəyə endirmək, Kapital Bank dələduzluğu eləməklə, Kapital Bank dələduzluğu ilə paralel olaraq mən hesab edirəm ki, Azərbaycanda bir çox vətəndaşların da məlumatları xaricə ötürülürdü, hələ də ötürülməkdədir. Bir müddət bundan əvvəl öncə Bolt tətbiqinə təsir etməklə bancı əməkdaşları qurduqları çirkin oyun izini itirməyə çalışdılar və çox əfsuslar olsun ki, mənim satqın və xain özümə dost bildiklərim də bu şəxslərə qoşulub.
və onların törətdiyi cinayətlərin və Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı olan mövqelərini gizlətmək məqsədi ilə mənim dost bildiyim şəxslər də bu şəxslərin əlbir olaraq hərəkət eləyir. Əsas cinayətkar Müdafiə Nazirliyinin polkovnikidir, bir daha qeyd edirəm. Hansı ki, öz növbəsində Dövlət Hüquq Xidmətinin Vahabi əməkdaşının və Vahabi əlaltıları ilə əlbir olaraq çirkin oyunlar qurmuşdu. İnşallah ki, qısa müddətdə, qısa bir zamanda hamısı həbs olunacaqlar. Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı əlbir olaraq yaratdıqları çoxşaxəli cinayətləri özündə əks elətdirən cinayətkar bir dəstə kimi fəaliyyət göstərdiklərinə görə.